İnsanda döş qəfəsi və ona birləşən sümüklər, deməli döş qəfəsinin tərkibinə daxildir 12 ədəd döş fəqərəsi. Hər döş fəqərəsinə bir cüt qabırğa birləşir. 24 ədəd qabırğa daxildir, 12 cüt və 1 ədəd döş sümüyü. Qabırğaların ilk 7 cütü döş sümüyünə birləşən həqiqi qabırğalardır. 3 cütü isə bir-biri ilə birləşib, sonradan döş sümüyünə birləşmə əmələ gətirir. 2 cüt qabırğa var ki, bunlar sərbəst qabırğalar adlanır. Və döş qəfəsinə birləşən sümüklər. Uşaqlar, döş qəfəsinə birləşən sümüklər 7-ci boyun fəqərəsi, 1-ci bel fəqərəsi, 2 ədəd körpücük sümüyüdür. Körpücük sümükləri birbaşa döş sümüyü ilə birləşmə əmələ gətirir. 7-ci boyun fəqərəsi 1-ci döş fəqərəsi ilə, 1-ci bel fəqərəsi isə axırıncı 12-ci döş fəqərəsi ilə birləşmə əmələ gətirir. Ümumilikdə 4 döş qəfəsinə birləşən sümüklərin sayı sizdən soruşularsa 4 ədəd götürəcəyik.